Yüksək təzyiqli insanlara cinsi münasibətdə olmaq ziyandır. Yüksək təzyiq, yəni arterial təzyiq orqanizmin imtahanıdır. Hər tərəfli ona mənfi təsir göstərir. Yəni yüksək təzyiq insanı öldürmür, ölümcülüdür. Yataq xəstəsidir. Və yüksək təzyiqi olan insanlarda cinsi fəaliyyətin alınması belə çətin olur. Yüksək təzyiqi olan insanlarda cinsi fəaliyyət əlbəttə problemlər yaşaması mümkündür və onu yaradan səbəblər çox olduğuna görə onların hər birə qarşı müalicə aparılmalıdır. Və yüksək təzyiqi müalicə etməyən insanlar çox şeylərdə uduzurlar, çox şeydə yanlışlığa yol verirlər. Çünki burada damar sistemində problem yaşanır, periferik damarlarda spazmanın olması hesabına cinsi orqanların qan miqdarının azalması gedir və insanlarda cinsi zəiflik yaranır. Əgər bunu edirlərsə də məcburiyyətlə, yəni məcbur olaraq buna getsinlər, hansısa dərman vasitələrindən, hansısa bir vasitədən istifadə etməklə cinsi fəaliyyəti bərpa etmək istəyirlər. Bu isə ürəyin yük altına düşməsi deməkdir, gərginliyin altında qalması deməkdir. Ona görə də təzyiqi olan xəstələrdə cinsi fəaliyyətin pozulması ilə əlaqədar olan problemlər ürəyə çox mənfi təsir göstərir.